Çini çaydan çini neyler mənə çini çay. Gedenden incimisən deyən məndən eybi yox. İçin ağla. Bu patron kimdir? Rusiyada oturan, yerləşən, uzanan bilmirəm. Zirəddin şok proqnoz verib. Onları işıqlandırırsan, sanki bir hüququ tapdalanmış bir insan kimi təqdim edirsən, deməli sən şərəfsizin yekəsisən. Arap coştur, hafızlık da coştur, koştur hafızım koştur. Yəni Xameneyinin müşaviri və Ali Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxaninin qızının toy mərasimindən videolar yayılıb. Bunlar dindən, imandan danışırlar, cəmaatı çadıraya bürüyüblər, birinin bir dənə saçı görsənəndə, birinin başı açıq olanda şallaqlayırlar, amma öz qızlarına, öz ailələrinə azadlıq veriblər, özü də gör necə azadlıq veriblər. Salam dostlar, xoş gördük. Əziz dostlar, həmişə videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Değerli dostlar, diqqətinizə bir şey çatdırım. Bilirsiniz ki, biz Çindən, Koreyadan, Amerikadan avtomobil getiririk. Amma bununla yanaşı Çindən zavodlardan, fabriklərdən istədiyiniz malı da sizin üçün toptan şəkildə alıb gətirə bilərik, özdə ucuz qiymətə. Əgər iş qurmaq istəyirsiniz, sizə dəzgah lazımdır, nə bilim, nəyisə istehsal eləyən maşın lazımdır, dəzgah lazımdır, problem yoxdur. Onları da gətirə bilərik, özdə birbaşa fabrikdən. Sadəcə aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın və salam, şüd tamam. Deməli, məşhur ekstrasens, məşhur ekstrasens, yəni Azərbaycanlıların, belə deyək də, bəzi Azərbaycanlıların inandığı, Rusiyada oturan, yerləşən, uzanan bilmirəm, Zirəddin şok proqnoz verib. Bu adam, belə deyək də, adi sıravi bu dayıların çayxanada oturub, yəni proqnoz verdiyi proqnozları verir. Adı olur ekstrasens, amma o birlər olur boşboğaz, yəni boşboğaz. Dayılar oturub siyasətdən danışır, bu isə olur ekstrasens. Deməli, proqnoz verib, Azərbaycanda bu məmurlar da həbs ediləcək. Zirəddindən şok proqnoz. Vay, görəsən kimin adını verib, baxaq. Deməli, İddia etmirəm ki, Ramiz Mehdiyevi mütləq həbs edəcəklər, amma onun cinayət məcəlləsi üzrə cəzalandırılacağına əminəm. Hazırda məsuliyyətə cəlb olunanların sayı kifayət qədər çox ola bilər, lakin ehtimal edirəm ki, Mehdiyevin arxasınca daha 2 nəfər də cinayət məsuliyyətinə cəlb olunacaq. 2 nəfər kimdir? Da sən nəyin ekstrasens oldu? Ad ver də. O 2 nəfəri, 3 nəfəri biz də deyə bilərik. Daha 2 nəfər, 3 nəfər həbs olunacaq. Yəni ekstrasenslərə inanan insanlar üçün bu belə deyək xəbəri mən işıqlandırıram ki, inanmayın belə insanlara. Bu insanlardan sizə nə fayda gələcək, nə də fayda gələcək. Deməli dostlar, bir nəfər var, Bəhruz adı, həbs olunub. Bir dəfə bu videoların birində bunu qeyd eləmişdim. Sadəcə gördüm ki, nənəsi bu dəfə çıxıb etiraz eləyir. Məhkəmənin qarşısıdır deyəsən, deyib ki, Bəhruzdan qabaq mən özümü öldürəcəm. Ola bilər, nənədir, nəvəsinə ürəyi ağrıyır, bu normaldır. Amma sən bir nənə olaraq çıxıb, niyə demirsən ki, mənim nəvəm bir poxtu yiyib, qələt eləyib, ermənilərin dalına girib, buraxın, əhv eləyin. Bu adam da deyirəşib ki, mənim nəvəm haqlıdır. Yəni, belə eləyəndən sonra çox güman ki, nənəsi də onun fikrindədir. Bilirsiniz də, Azərbaycanda nə qədər gizli ermənilər yaşayır. Ola bilər hansısa biri Azərbaycanlılara nifrət eləmir, amma qalanları %100 nifrət eləyir. İşlərində, belə deyək də, Azərbaycan xalqına nifrəti gizlədirlər, çünki məcburdular burada yaşamağa. Bu da yəqin onlardan biridir. Deməli, nənəsi etiraz edir ki, nəvəmi boşum bir sözlə şey eləyirlər də, sıxışdırırlar. Deyə bilərsiniz ki, Bəhruz kimdir? Özdə xəbəri də kim hazırlayıb? Təbii ki, Meydan TV, Şeytan TV. Şeytan TV bilirsiniz də, bəzi müxalif paylaşımlarına görə, bəzi narazı, məsələn, Azərbaycan xalqının narazı nümayəndələri izləyirlər, dəstəkləyirlər. Deyirlər ki, Meydan TV-ni izləməyən, yəni və yaxud da Meydan TV-nin fikirləri ilə razı olmayanlar troldur, hökumətin troldur, belə damğalar vururlar. Amma halbuki özləri erməni trollarıdır. Çünki Meydan TV
tərəfsiz deyil dostlar, tərəfsiz deyil. Bildiyin tərəfdir, amma Azərbaycan dövlətinin tərəfində deyil. Hökuməti tənqid edə bilər dostlar, müxalifdir. Müxalifətçilik bu o deməkdir ki, hökuməti tənqid edirsən, amma sən dövlətə, xalqa qarşı düşmən kəsilənlərin, şərəfsizlərin belə deyək, tərəfində durursan, onları işıqlandırırsan, sanki bir hüququ tapdalanmış bir insan kimi təqdim edirsən, deməli sən şərəfsizin yekəsisən. Sən Azərbaycan xalqının düşmənisən. Azərbaycan xalqına müxalifsən. Hökumətə müxalif o öz işindir yəni. Amma xalqa müxalifsənsə, xalqın bəzi beyinsiz nümayəndələri də təbii ki, yatıblar fil qulağında. Nəysə, dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilmiş Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədov 11 sayılı cəza çəkmə müəssisəsində qapalı vəziyyətdə saxlanılır. Səmədov nəysə, tənqidi yazıların müəllifi demir ha, vətənə xəyanət. Tənqidi yazıların. Yəni, gəlin bu paylaşımlarını göstərim sizə. Bir dəfə göstərmişəm, yenə göstərim. Bu Bəhruz erməni dölünün paylaşımlarını göstərim. Burada paylaşımları ingiliscə eləyib, amma türkçəyə çevrilib Google tərcümə ilə. Mən də elə oxuyacağım dostlar. Bu bilirsiniz də blokadada saxlanılırdı. Xankəndi erməniləri Azərbaycan dövləti, Azərbaycan ordusu blokadada saxlayırdı ki, oranı azad etsin deyə. Bitməyən qızğınlıq, amma çox açıq. Dağlıq Qarabağı hər nə pahasına olursa olsun ermənisizləşdirmək. Yəni bu adam açıq-aşkar deyir ki, mən erməni dölüyəm. Nəysə, keçirik növbəti paylaşıma. Blokada Azərbaycanın sevimli siyasətidir. 89-91-ci illərdə Ermənistan və Dağlıq Qarabağ blokadaya məruz qaldı. Yəni biz blokadaya aldıq. Bu dölbeyinə görə. Stepanakert yazıb. Dostlar, baxın, erməni olduğu buradan məlumdur. Biz ora Xankəndi deyirik, bu Stepanakert yazıb. Görünə qabladığım. Deyir ki, Xankəndi bombardıman edildi, günahsız adamlar həlak oldu. Təbii ki, propaganda və milli kimlik bunları görməzdən gəlir. Açıq-aşkar deyir, mən erməni dölüyəm. Keçirik növbəti paylaşımına. Erməni soyqırımının qurbanları keçmişə aid deyirlər, bugünə də aid deyirlər. Amma onların xəyalətləri hər zaman bizə keçmişin dəhşətini və bugünün ədalətsizliyini və acılarını xatırlatmaq üçün geri dönüyor. Adam açıq-aşkar deyir ki, mən erməni balasıyam. Arap coştur, hafızlıkla coştur, koştur hafızım koştur. Hafızı koştur, al eline Kur'an'ı, koştur hafızım koştur. Amellerim biçim biçim, ölürüm ben Allah için, şeytan bana düşmandır, hafızlık yaptığım için. Təbii ki, Azərbaycanda dölbeyinlər olduğu kimi Türkiyədə daha çoxdur, əhalisi çox olduğuna görə təbii ki, onun dölbeyinləri də daha çox olacaq, məlum məsələ. Təriqətlər, nə bilim, məzhəblər Türkiyəni bədbəxt gününə qoyublar, bu tip cahillər. Bunlar elə bilirlər ki, hafızsansa, yəni Quran hafizisənsə, Quranı əzbərdən bilirsənsə, deməli, əsl müsəlmansın. Sən əgər Quranın tərcüməsini bilmirsənsə, orada nə deyilir? Məsələn, misal gətirim də, biri ingiliscə mahnı oxuyur, sən də onu əzbərdən oxuyursan, tərcüməsini bilmirsən, düzdür? Elə-belə oxuyursan da. Yəni, bu da onun kimi. Yəni, sən sadəcə Quranı oxuyursan, əzbərdən bilirsən, tərcüməsini bilmirsən. Bəlkə də orada başqa şey deyir. Yəni, bunlar da Türkiyənin, belə deyək də, gələcəyi deməyim, Türkiyənin məhv eləyən kütlədir. Çıxıblar, bunların hərəkətindən bilinir ki, bunlar gerçək möminələr deyirlər. Hafızlıq bir-birləri ilə Quranı əzbərdən bildiklərinə görə, bəlkə də heç bilmirlər. Deyişirlər, repçilər kimi, arxadakılar da belə düşüklük, səviyyəsizlik eləyirlər. Çox şükürlər olsun, bizdə o qədər deyil. Amma bizdə də var, yəni. Sosial şəbəkələrdə İranın ali rəhbərinin müşaviri, yəni Xameneyinin müşaviri və Ali Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxaninin qızının toy mərasimindən videolar yayılıb. Gəldik zurnanın zırtapırt dediyi yerə, dostlar. Bilirsiniz də, Azərbaycanda da məlum məsələdir ki, İrandakı, yəni, Xameneyini qoyduq bir kənara, dini lider kimi baxırlar, amma İranda hansısa kiçik məmuru belə tənqid eləyəndə gəlir deyirlər ki, sən İsrailin trolsan, İsrailin adamısan, İsrailin agentisən, İsrailin tulasısan. Yəni, təsəvvür edin, bir şey deyim də, bizdə o qədər qoyun insanlar var ki, İran aşiqlərindən söhbət gedir. Məsələn, tutaq ki, İranda bir hadisə baş verir. Bir nəfər
bir cani məsələn də 5 nəfəri qətlə yetirib. Sən də bunu işıqlandırırsan ki, İranda məsələn, İran İslam Respublikasında bir cani 5 nəfəri qətlə yetirib, xəbər kimi təqdim edirsən. Aşağıda gedib şərh yazacaqlar, o qoyunlar. Sən İsrailin terroristsan, mal. Mən İrandakı hansısa bir sıravi vətəndaşın şeyindən danışdım. İsrailə nə? Tutaq ki, İranın siyasətçilərini, prezidentini tənqid elədim. Bunun İsraillə nə əlaqəsi var? Yalansa sənin nə əcdadını mən əgər İsrailin adamıyamsa. Yəni bunların beynində bir şey var. Əgər sən İranı tənqid eləyirsənsə, İranın i hərfini tənqid eləyirsənsə, deməli sən İsrailin tulasısan. Halbuki özləri açıq-aşkar bildirirlər ki, biz İranın tulasıyıq, ona görə müdafiə edirik. Yəni uzun sözün qısası adətən tulalar, aftafalar istəyirlər ki, başqaları da kiminsə tulası olsun ki, yəni təkcə bunlar tula olmasın da, başqalarına da tula damğası vururlar. Halbuki açıq-aşkar tulalıq elədikləri, tula olduqları məlumdur. Yəni məlum məsələ. Cəmaət tənqid eləyib ki, bu nədir? Nə bilim 14.703 dollar toya pul xərcləyib. 14.703 dollar bizim məmurların adicə müğənninin başına tökdüyü şabaşdır. Yəni bəzi harınlamış məmurların. Biri demir ki, bunun qızının sinəsi bayırda qalıb. Bunlar dindən, imandan danışırlar, cəmaatı çadıraya bürüyüblər. Birinin bir dənə saçı görsənəndə, birinin başı açıq olanda şallaqlayırlar. Amma öz qızlarına, öz ailələrinə azaddıq veriblər. Özü də gör necə azaddıq veriblər. Neyse dostlar, bunlar belə saxtakardırlar və bunlara sitayiş eləyən, bildiyin sitayiş eləyən. Yəni bir var ki, onlara bir şey kimi baxan, bir də sitayiş eləyən Azərbaycanda olan, yəni Şimali Azərbaycanda olan aftafalar belə şeyləri görməzdən gəlirlər. Sen gidenden incimisən deyən məndən eybi yox. İçin için ağlamaz, heç mi qəlbin sızlamaz. Bu patinaj kimdir? Bu uşağı tanıyırsınız, bu bərbər. Artıq dünyada məşhurdur. Məşhur insanlar, nə bilim, Amerikalılar filan şərh yazırlar bunun videolarına. Bizimkilər də girirlər, yazırlar ki, this is Armenian video, nəsə belə şey yazırlar ki, Azərbaycandan kökü bizimki deyil də. Deməli dostlar, başa düşdük. İndi adam belə deyək də qayçı ilə kölgə qoyur, neyniyir, dünya trendinə düşüb. Hə, onu qoyduq bir kənara. Özü belə eləyir, belə şeylər eləyir. Bu nə videodur bəs? Bu nə videodur? Adətən bu tipli şeyləri, bax göstərirəm dostlar. Belə şeyləri bir dişi eləyir erkəyin diqqətini cəlb eləmək üçün. Ya da bunu erkək eləyirsə, deməli başqa bir erkəyin diqqətini cəlb eləmək üçün. Yəni bu hərəkətlər bir dişini cəlb eləmək üçün olunan hərəkətlər deyil. Adamın ağlına min cür fikir gəlir. Niyə belə edirsən? Bəlkə də normal insandır ya. Amma bu videodan sonra mən belə bir qənaəti gəldim ki, normal insan deyil. Yəni. Bu nə hərəkətlərdir? Yəni bu ümumiyyətlə kişi belə hərəkət eləməz. Bu dişiyə yaraşan hərəkət. Yaraşan da yəni ki, yəni dişilər belə bir şey eləyə bilər. Bu qızı çoxdandır tənqid eləmirəm. Bax, bir şey deyim. Buna bir rəqs müəllimi lazımdır. Normal bir rəqs öyrətsin. Çox güman özü kəşf eləyib evdə oturan yerdə. Güya nəsə yenilik eləyir. Belə dəli-dəli hərəkətlər eləyir. Çini çaydan, çini neylər mənə, çini çaydan. Bunları qoyduq. Dəlidir də indi çatışmazlığı var. Yəni Allah ağıl versin, nə deyim? Yəni onu qoyduq bir kənara. Amma bunu çağıranlar, məclisə çağırırsınız ki, Kəmalə Günəşli gəlsin mənim məclisində oxusun. Amma biri demir ki, biz səni çağırırıq canlı oxumağa, düzdür? Bu qədər pul veririk. Sənə bu qədər pul veririk. Heç olmasa gəl canlı oxu. Bu da orada açıq-aşkar mikrofonu belə eləyəndə, bir sizdə mikrofon belə getdisə, deməli səs gedir. Yaxınlaşanda səs şey olur. Fonoqram oxuyub yola verir. Düz də eləyir. Yəni siz belə deyək də bunun məclisinə çağırıb pul verənlərə, pul xərcləyənlərə yaxşı eləyir. Sizə o da azdır. Sizə belə lazımdır. Fonoqrama ilə sizi yola vermək lazımdır. Çünki sizin musiqi zövqünüz yoxdur. Yəni uzun sözün qısası dostlar, Çini çaydan. Bir dənə sizə söz deyim dostlar. Kəmaləni qoyduq bir kənara. Bu Kəmalə düzələn deyil. Nəysə, qoyduq bir kənara. Ola bilər, məsələn, gəncliyimizdə bizim sevmədiyimiz musiqilər olub, mahnılar olub, avtobuslarda filan, universitetə gedəndə, tələbəlik illərində. Amma 20 ildən sonra o mahnı qarşımıza çıxanda o mahnı bizə
nostalji hisslər yaşadıb da. Amma sizə əmin eləyirəm ki, bir 20 ildən sonra, 10 ildən sonra bu mahnı mənim qabağıma çıxsa yenə Çinli çaydan, sizi əmin eləyirəm ki, məni yenə qusmaq tutacaq. Çünki bu mahnı deyil, bu bildiyin zirzibildir. Çinli çaydan nədirsə, dəfələrlə tənqid eləmişəm, təkrarçılığa yol vermək istəmirəm, dostlar. Bəlkə də yaxşı səsi var. Normal mahnı oxusa, inanın ki, ona deyib dolaşmaram. Normal mahnı oxusun, o toy mahnısı oxusunlar. Mən artıq tərifləyərəm. Baxmayaraq ki, dəlidir, amma tərifləyərəm. Amma Çinli çaydan mahnısını hər gün, belə deyək də, TikTokda paylaşılır, kimsə çağırır, o mahnıdan zövq alıb rəqs eləyirsə, bir şeyi yenə qeyd edeyim, dostlar, aşağıdakı WhatsApp nömrəmlə mütləq əlaqə saxlayın. Əsas da iş adamları, mütləq əlaqə saxlayın, dostlar. Yaxşı işlərimiz var.